Salamlar. Bugün Macarstanla qonşuları soruşacaq. Macaristan ilk olarak Serbiyadan başladı. Başlayalım. Serbiya ondan sonra Slovakya'ya başladı. Slovakya'nın paytaxtı düşdüyü üçün Slovakya təslim oldu. Sonra Xorvatiya salmaya başladı. Krajina yanında Xorvatiya olan fırsat bir Zagreb şəhərini aldı. Oradan Avstriyanın havasını aldı. Macaristan da bugün tez buradan belə elədi və Sloveniya da savaşlar etdi. Və müharibəyə başladılar. Kroatiya Sloveniyaya belə dedi. Sloveniya, zərrət olsa öz gücünü topla və Macaristanı yen. Sənə güvənirəm. Paytaxtda satmaya başladı. Oradan sattık, oradan gedir, oradan sattık ve güzel düşmeye. Anladın? Sonra Macaristan hakimiyyətinə girdi. Sonra Avstriyanı fəth etmək istəmirdi. Amma fəth etmək məcburiyyətində qalmışdı. Avstriyadan bir də məktub gəldi Macaristanlılara. Hə, Macaristan, niyə belə eləyirsən? Axı, mən sənə dost deyirəm axı. Macaristan da belə dedi. Məcburiyyətindən. Və Türkiyədən başladı. Türkiyə buradan vurdu və Prag düşdü və kontroldan getdi. Rumıniya yemək biraz çətin olacaq çünki Rumıniya güclüdür. Və Transilvaniya da ilerlədi. Rumıniya isə onu durdurmaqda biraz çətinlik göstərdi. Onu geri püskürtdü. Və Serbiya yenidən quruldu. Ve Serbiya'da devlet oldu. Ve Serbiya'da Macaristan atak elədi. Belgraddan ilerledi. İlerledi. Burada mesaj yazdım. Serbiya topraklarını geri almaya başladı. Ve Serbiya atak elədi Macaristan'a. Macaristan da ikisinin dayanamadı. Ukrayna'da savaş etti. Oradan. Ve Ukrayna'da ağzından deyəndə biraz çətinləşdi. Ve Macaristan da buna son vermək istəyirdi.